güldürən. Yaxşı ki varsan, üzümü güldürürsən, çox xoşbəxtəm. Müğənni Aynur Dadaşova sevgi etiraf edib. Sənətçi Afaqla onlar verilişində yeni eşq yaşadığını açıqlayıb. Bu həmkarın Yəm Salaminin Aynur xanımın bu yaşda ürəyində hansı sevgi var? Hansı sevgidir ki, yadına düşəndə onu xəyala daldırır sualına belə cavab verib. Sevib sevilmək hər insanın haqqıdır. Susmaq nə deməkdir? Yaxşı ki varsan, üzümü güldürürsən, çox xoşbəxtəm. Bu sualı verən yəqin görür ki, son vaxtlar Aynur gözəlləşib, xanım olub. Niyam heç nə bilmir, insan sevəndə həyat dolu olur, həyat onun üçün maraqlı olur. Xumar Qədimovanın bir sözü var, sevməsəm, sevilməsəm, düşünməsəm yaşaya bilmərəm. Hər bir xanıma xoşbəxtlik arzu edirəm. Bu hər bir xanımın haqqıdır. Mən də sevməli, sevilməliyəm. Mən də sevirəm. Qeyd edək ki, Aynur Dadaşova bir dəfə ailəli olub. O xəyanət səbəbindən həyat yoldaşından ayrılıb. İfaçının bu nicahdan 2 evladı var.